Sosial şəbəkələrdə müğənni Fatih Ürəkin vəfat etdiyi ilə bağlı xəbərlər yayılıb. Bir çox məşhur onun vəfatı ilə bağlı paylaşım edərək öldüyünü qeyd edib. Bundan sonra sənətçinin bacıları Nurgül və Selvi bu barədə açıqlama verib. Bugün TV Baku WS saytına istinadən xəbər verir ki, onlar mediaya açıqlamalarında Fatihin vəfat etmədiyini bildirib. Xatırladaq ki, oktyabrın 16-sında 20 dəqiqə ürəyi dayanan müğənni Fatih Ürək reanimasiyaya yerləşdirilib. Sənətçinin həmin gündən etibarən səhhəti ağırdı. Hüsniyyə Salmanova, Bugün TV. Yaşıyor Fatih, yani ölüm haberleri yanlış. Saat kaç şu anda? Ben 2 saattir sosyal medya inanılmaz Biliyorum bir şekilde ama kaynıyor. yaşıyor yani. Durum stabil ve hastane açıklama yapacak ama yani fişi çekilmedi ya da kalbinin aletleri çıkmadı falan, şu anda bekliyoruz yani. Fatih şu anda sadece Allah'a teslim. Aynen. O kadar. Teşekkür ederim.